Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. En büyük sessizliğim atamı itirəndə oldu. Baba nənəmi itirəndə o kadar hiss etmirdim. Həyətdə hamının nənə babası ölürdü. Deyirdim mənimkilər də öləcək. Amma atam sevdiklərimi düşünmürdü. Atamın atası tərəf uzun ömürlü idi. Xəbər verilir ki, bu sözləri müğənni Roman Srafilov mədəni şouda deyib. Atasının ölümündən danışan sənətçi kövrəlib. Mənə çox yaxın idi, məsləhət verirdi. 6 yaşından onunla toya gedirdim. Bacım zəng edəndə ki, atanın vəziyyəti pisdir, rahat gedirdim. Bacımı ağlayan görəndə deyirdim, sakit olun, ölmək aklıma gəlmirdi. Yan otağa keçəndə hamını çıxardım çölə. Hamı ağlayırdı, atamın əlindən tutdu. Aç qapını bu quluma, ya Rəbbim oxudum. Dedim ki, uşağım, məni tək qoya bilməzsən. İnanmırdım, həkimlər gəldi və atamı apardı. Onda səhəri gündə anama zəng vurdum ki, gəlib atamla görüşüm. Cavab verdi ki, yaxşıdır, çıxıb evə gələcək. Ölümündən 3 gün qabaq anama deyib ki, 2 nəfər ağ uçdu. Ölümündən 3 gün qabaq anama deyib ki, 2 nəfər ağ uçdu. 3 gün sonra dünyasını dəyişdi. Atamın 40 günü pəncərədə ağ göyərçin gördük. Girdi mətbəxə, yedi getdi.